kamilən vurduğu şeydir. Bizlər barışsız olmuşuq hər zaman. Susmuşuq, amandı. İnsanlıq çərçivəsindən çıxmayaq eşiyə. Amma əzizlər, bir gerçək var ortada. Cəngəldə, meşədə, meşə qanunu, meşə yasası hakimdir. Meşədə sən bir həddəcən deyə bilərsən ki, mənim qabağımda olan o yırtıcı, heyvan kimi davranan, heyvandan əski olan insan paltarı giyən birisi ilə mən bir zamana qədər dayana bilərəm. Amma da bir zaman keçəndən sonra mən də onun dili ilə danışmalıyam. Çünki mən də öldürəm axı. Qardaşlar, torpağımız getdi, varlığımız getdi, yeraltı qaynaqlarımız tapdalandı. Gözümüzün qabağında bizlə soydaş, vətəndaş, bir millət olaraq Qarabağda da o cür qətliam olunur, Gəncədə vururlar, milləti, körpə uşaqları öldürürlər. Nə olacaqdır ki bizdə? Deyək ki, yox ha, da mən də istəmirəm. Ağa, mən pan-türk demirsən mənə. Mən pan-türkəm. Irqçı demirsən, ırqçıyam. Əslən, çox səfih adamım. Budur, vəli budur da bil. Sənin qabağında dayanmaq vaxtımız gəlib. Sözləyən bəy qüvvət. Adam ağzı bozdu. İtin quduran yerində bir nəfər haqsızca polis əli ilə Amerikada öldü. Haqsızca. Bunda söhbət yox. Bütün getdilər, şəm yandırdılar şəhərlərdə. Olan o orada, onu sən görürsən, qulağın dibində dünən körpə uşağın ölməyini görmürsən, qız uşağı idi, dünən ölüb, böyün doğum günü idi. Qız uşağı ölüb, dədə, nənə, bacı hamısı ölüb, tək-təkini yetim qal. Sən, kör, onu görə bilirsən o itin quduran yerində. Gözün dibinin qırağında bunu görə bilmirsən. İtin quduran yerində bomba olanda sahiblər, suvarilər, filanlar olur. Türkiye'de bombalanda bir adam ağzını bozmaq, bir filan şeylərin səsi çıxmır. Qarabağı görüb səsini çıxmır. Mənə gəlir saldırır ki, sən niyə çıxdın xiyabana etiraz elədin? Get çörək üçün. Ağa, mən çörək üçün çıxmıram. Sən çıx da eşiyə. Və bir xiddəhliyibsiz niyə və bizi? Oturub tərəf evində. Səsi çıxmır. 4-5 gündən bir şahzədə belə, rüb pəhləvi belə, nim pəhləvi belə. Onları yayır. İşində də, gücündə də var. Sözün gələndə eynəyə dağır, roşan fikir, doyşan fikir olur, deyir, Azərbaycan filan şüdələr niyə çıxmırlar eşiyə? Baxın, onlar fəqət düşünürlər torpağa filan. Qardaş, sən çıx da. Sən demirsən, yaxdırsan, sən buyur, bismillah, çıx qabağa, qoy, mən pis adam olam. Qoy, öz dərdimə yanam. Əgər adamsan ki, deyirsən, üçün görürsən bu faciəyə, susursan heç, Azərbaycan milləti çıxır eşiyə, deyək ki, qardaş, biz sustuq, susmuruq bunun qabağında, bizim əleyhimizə olur. Bizə deyir, siz də susun. Qoyun, insanlar ölsün. Elə olursa, bayaq özümdən düşünürəm, ay bəsici, Cənab-ı Sipahi, Cənab-ı İrana qulluq edən hər nəsən. Bu vaqiyyət ortada. Ağa demir, əsən İran deyək, Ermənistana kömək eləmir. Siz deyən. İran Ermənistana kömək eləmir, biz yanlış yerdəyik da. Filistinə kömək eləyə bilirsiniz, açıq. Gündə, ruzi qoçsuzda ildə. Pişik askıranda da hamı çıxır eşək, Quds belə, Filistin belə. Amma o Filistinə şey eləyə bilirsiniz, yaxşı. Suriyədəki hərəmlərdən difa eləmək filan, Əraqda belə, Ərbəyəni açırsınız, milyon, müsəlman adına belə edirsiniz da. Elə dəyi, Sipahi, elə dəyi, Bəsici, belədir da, İran belə edir. Burada qulağın dibindədir bu. Qulağın dibindədir. Xeyr ola, sən də çıx deyilən, mən Sipahiyəm, sən nizama inanıram, sən Filistinə demirsən, çıxaq xiyabana, yaxşı da Filistin bayraqlarını dolandıraq, bir dənə də aksiya qoyub Qarabağdan himayət üçündə. Bəy, Qarabağ üçün çıxanları tutuqlayırlar. Tutuqlayırlar. Əgər sən yalancıl dəyirsən, əgər sən doğrusan, Qarabağa bir aksiya qoy. İstəmədik Araratı yığışdırmaq, ya sən böyüdüğün kimi gəlib atsaq, zəhərə qalmış o bayrağı orada asmağı. Tamam, sən onu da aç. Amma izin ver, bizlər aksiyamızı keçirək də. Mən müsəlman deyil, burada ölür. Yəni, o qədər ortadadır, hər zat o qədər ortada. Yəni, bunun heç bir tərəfi yox. Fəqət, çox da uzatmır. Yəni, live istəyirəm, çox da uzunlar. Fəqət o sipahilərə, bax, səbtdir tarix. Sipahidir, bəsicidir. Baxın, bu rejimə qulluq eləyən. Siz iki halı var. Yığıl buramıza gəldi. Gərsəkdən də buramıza gəldi. Bax, iki yolu var. İran da durumu ortadadır. Bu gerçək patlayacaq bu rejim. Səni sipahi, səni ərteşi, səni bəsici, bu rejimə qulluq edən iki halı var. Ya bunları görürsən, huş eləyirsən, susursan, ya da yox görmürsən, körsən. Bağışlar mən belə danışıram. Mən o kör olmaq variantını qoyuram qırağa. Çünki kör olsan, huşun kəsməsə, gelib orada pul yeməyi də huşun kəsməz. Pul oğurlamağı da huşun kəsməz. Millətin başını da deyərlər, oyun gətməyi də huşun kəsməz. Bəs sən görürsən və özün körluğa vurursan.
Uzun sözün qısası, sabah da bir zaman rejim çarxalandı, qapı fırlandı ayrı səmtə, güz düşdü bu tərəfin əlinə, sən də özün bəs hazırlacla. Onda mən də sənin əleyhən silahlar çövürüləndə, onda mən də özümü korluğa vuracağam. İntizarın olmasın, mən də o zaman deyəm, amandır, barışsın olaq. Nə qələt elədilər, elədilər. Elə bir zadımız yoxdur. Mən ağzımı bozuram. Niyə? Həyə. Çünki biri girib evimə, silahı tutub mənim ailəmin üstünə öldürür. Neyniyəcəm? Deyəcəm ki, otur bizim qabağında danışaq bir-birimizlə. Neyniyəcəm? Nahar pişirəcəm ki, hələ bir nahar bir qəzamı da ondan sonra bizi öldürür. Bundan artıq da nə eləyə biləcəyəm ki? Elə budur. Salamlar, sayıqlar, əziz hörmətli yoldaşlar, hər vaxtınız gözəl və xeyirli olsun. Xoş gəlibsiniz qonağımıza, otağımıza, səfa gətiribsiniz. Bildiyiniz kimi saat 8-dən canlı yayınımız başlanacaqdır ki, indidən başladıq. Açdıq otağı, yoldaşlar da gəlsinlər və söhbətlərə getdikcə davam edək. Öncədən bağışlar səni, kommentlərdə ola bilər mən o qədər havası olmasın, bəzi kommentləri itirəm. Salamlar, xoş gördük, hörmətli yoldaşlar, salamlar, salamlar. Qonumuz nə mənədir? Yazıldığı kimi, qrupda paylaşıldığı kimi, Insta səhifəmizdə olduğu kimi qonumuz sabahın aksiyası ilə bağlıdır. Və bu sabahın aksiyası ilə bağlı salamlar, axşamınız xeyir olsun. Sabahın aksiyasına bağlı bir nəzərsənci və anketdə paylaşmışdıq səhifəmizdə və ona gələn cavablar, sorular, söhbətlər və əsas məsələ, yəni buradan yola çıxaraq biz millət olaraq, Güney Azərbaycan Milli Hərəkatı olaraq nə edə bilərik, necə yardım edə bilərik quzeydəki olan soydaşlarımıza və ayrıca beləliklə dolayısıyla özümüzə necə yardım edə bilərik. Və yəni başda sabahın aksiyasını diqqətə alaraq yola çıxıb gedəcək. Bu yolda siz əziz yoldaşlar da bizə yardımcı olacaqsınız. Yəni hər bir fikriniz varsa lütfən komment bölümündə yoxsa sual olaraq bizə yazın. Biz burada səsləndirək. İstərsəz əlinizi qaldırın, gəlin və canlı olaraq danışın, səsinizi eşidək ya birlikdə canlı şəkildə söhbət edək. Qonularımız çoxdur. Zaten dünən biz bu canlı yayının bildirişini paylaşandan sonra bir çox yoldaşlar sual göndərdilər və bəzi məsələlərə üz veribdir. Yəni Füzulinin azad olunmasından bağlı ta gəlin İlham bəy Əliyevin açıqlamasına ki, İran nəsə bizə silahlı kömək etmir. Hansı səbəbdən bunları deyibdir? Bunları bugün danışacaq. İnşallah bir 2-3 dəqiqədə gözləyək, yoldaşlar da gəlsinlər. Və bu yolda hörmətli Arəş bəy bizim Türkiyə təmsilçimiz, dəyərli Arəş bəy Mukaridi usta mənlə birlikdə olacaqlar və mənə yardımcı olacaqlar. Bu qonuda, bu verilişdə əslində. Ola bildiyi qədər lütfən bu verilişi, linkin paylaşın. Bir daha çox insan gəlsin bu live-a, baxsınlar. Bəzən deyilir ki, axı siz niyə belə edirsiniz, bu reklamçılıqdır, bu nə bilim, şöhrətbazlıq, biz sulduzda deyərdik, mən sulduzdan, şöhrətbazlıqdır. Demirəm, qınamıram deyən yoldaşlar, o tərəfdən elə görünə bilər. Amma bir gerçək var ortada. Nə qədər çox insan yığışsa bir yerə, o qədər daha çox səslər, daha çox fərqli fikirlər səslənəcəkdir. Bu fərqli fikirlərin səslənməsindən daha gözəl bir fikirləri ortaya çıxa bilər. Ola bilər mən yanlışca bir söz deyəm burada, bir dəyərli yoldaşımız orada əlin qaldırır deyə, sən yanlış dedin. Çıxa doğrunu səslənə və daha çox bir kitlə bu doğru ilə tanış olsun. O üçün ola bildiyi qədər lütfən yoldaşlarınızı dəvət edin, gəlsinlər bu live-da olsunlar birlikdə. Çünki qonumuz önəmli qonudur. چطور میتوانیم بیان قربا برای جنگ با آرمن ها؟ دقیقا bu bölümümüzün konusu ilə əziz yoldaş Kral Bəyyə xanım elə dəqiqən konumuz budur. Biz Qarabağa necə yardım edə bilərik? Silahlı savaşdan tutun, ta gəlin dinc mədəni aksiyalara. Qoyun elə buradan başlayaq. Həmişə biz deyərik Güney Azərbaycanın dərdlərindən danışanda deyərik ki, biz gözümüz ağlardır, biz gözümüz gülərdir. Amma indi gerçəkdən bizim günümüz, çağımız elə bir durumdur. Yəni dünən Füzulinin, yəni bugün etibarilə desək, rəsmi şəkildə Füzulinin işğaldan azad olunması xəbəri bir tərəf güldürür və dünən alçaqcasına şərəfdən uzaq olan bir olay, yəni erməni tərəfindən olan bəklənilən hər zaman bir olaydır bu. Bunda söhbət yox. Yəni bizim bir neçə düşman tarix boyu bizimlə qarşı davrananlar var. Bunlar hər zaman belə bir cinayətlərə əl vurublar. Soyqırımlara məruz qalmışıq. Dünən də bunun sübutundan birisi idi. Yəni gecə alçaqcasına dinc insanlara Gəncə şəhrində o füzələri atmaq və onları şəhid eləmək, körpə uşaqları öldürmək, yəni dünən də buna şahid idik. Bildirişə gəldiyimizdə bilirsiniz, mən burada danışdığımda, Qulluğuzda olduğumda Azov Təşkilatının sözçüsü olaraq xidmətçisiydim.
15 illik bir sabiqəmiz var. Azdan çoxdan çalışmışıq, savaşmışıq, gəlib buraya yetirmişik. Özümüzə görə bir gücümüz, vəznəmiz, etibarımız var. Bu qalsın bir tərəfə. Keçən aksiyalarda da, hörmətli Araş bəy, siz də buyurun, birlikdə söhbəti davam edək. Araş bəylə, bizim dəyərli Türkiyə təmsilçimiz ki, Araş bəylə çox eşitəcək. Yəni, Türkiyə mediası bu arada bizlər də yəni, Qarabağı və Azərbaycan necə savunur və necə arxasında durur. Gözləyək, hörmətli Araş bəy də gəlsin və yoldaşlarda hər bir fikirləriniz varsa, lütfən bəylər, xanımlar, səsləndirin aşağıda və birlikdə qabağa gedək. Qonumuza sabah olan aksiya ilə bağlı. Bu aksiya tək Quzey Azərbaycanla bağlı deyil. Bu aksiya sadəcə Qarabağı savunmaq deyil. Bu aksiya sabah keçiriləcək və sabahdan etibarən başlayan aksiyalar biz Güney Azərbaycanda yaşayanların ölüm dirim aksiyasıdır. Bizim sabah aksiyamız İrana qarşı olacaqdır. Yəni, İrana qarşı əslində, belə deyək, bəziləri inciməsin, İrana deməyimizdə ki, bu silahlı himayəyindən əl çəkib, onun orduz xarabı qalmış sərhəddi bağlayasan, sən hər halda bir yol tapacaqsan, yəni yardım etməyə, onda söhbət yox. Amma yenə də o xarabı qalmışı bağla olun orduz sınırın, biraz da olsa qabağını kəsmiş olaq. Bu dolayısıyla bizə gəlir, deyir. Hörməti Araş bəy kəsillər, ta yenidən qatıldıqlarından öncəyəcək. Mən göndərim, yenə gəlsinlər. Əziz yoldaşlar, bu bildirişə ərz edim xidmətçisini. Yallah bəy, xoş gördük. Əziz və Araş bəy, xoş gəldiniz. Və bizim dəyərli Araş bəyimiz müqayidə Türkiyə təmsilçimiz və bütün sorunların, yəni sorumluluqların çoxsunu atmışıq hörmətli Araş bəyin sizinlə, instamız və başqa medialarda. Xoş gördük bəy. Xoş bulduq. Mən də salam ərz edirəm bütün soydaşlarımıza, sizə. Bizə dəyər verib canlı yanımızı qatılanlara. Sağ olun, təşəkkür edirəm. Çox sağ olasınız, hörmətli Araş bəy. Elə sizdən öncədən başlamışdım, elə izin versəz mənə davam etdireyim. Buyurun bəy. Sabahın bildirişi ilə bağlı, yəni sabahın çağırışı ilə bağlı. Əziz yoldaşlara ərz edeyim Şeyxov, indi biz gələk bir azdan çoxdan gücümüz olan bir təşkilatıq var indiyə qədər. Bütün təşkilatlar da vardı Milli Hərəkatın içində. Yeri gəldikcə də hər birisinin əməyi keçmişdir. Keçmişdə biz dəfələrcə bu çağırışları yaşadıq. Bu çağırışların formatında biraz sorun var. Sorun nədən ibarətdir? Yəni qoyun acı tərəfdən başlayaq, gedək doğru tərəfə. Sorun nədən ibarətdir? Sorun bundan ibarətdir ki, bir çağırış digər təşkilatlarla danışmadan, onların fikrini bilmədən, yaxud millətə müraciət etmədən paylaşılır. Bu paylaşıldığı zaman bilirsiniz, hər bir çağırışın altını doldurmaq lazımdır. Çünki bu çağırış paylaşılır və ona bir qarşılıqlı gəlib, yəni ona qarşılıq verilmirsə, millət ona dəstəkləmirsə, düşmənlər gözündə bizim zəfimiz kimi görsənəcəkdir. Ona görə çağırış paylamaqdan öncə indiyə qədər belə olub ki, digər təşkilatların da fikirlərini diqqətə alıb və yola çıxaq. Nə yazıq ki, bu son çağırışda biraz bu diqqətə alınmadı. O üçün də biz millətimizi düşünərək dedək, hələ biraz əl saxlayaq görək necə gedir. Gündəm məsələlər nədən ibarətdir? Üçün bir çağırışın altını doldurmaq lazımdır. Millət xiyabana çıxmaq lazımdır. Və gəldik ta dünənə qədər. Arxada mübahisələrimiz davam etdirdi ki, biz bəlkə çoxaldaq, bəlkə gedək, bəlkə getməyək. Amma dünənki olan olay səfərin ayrı üzünü bizə göstərir. Yəni dünən Gəncəyə olan o saldırı artıq bizə açıq bir mesajdır. Biz Güney Azərbaycanda yaşayanlara ki, İran hakimiyyəti, ki, Ermənistana bu qədər dəstək verir, ki, Qarabağın azadlığı dolayısıyla İranın zərərinədir. Qeyri-müstəqim olaraq Qarabağın azadlığı İranın zərərinədir. Çünki İran düşünür ki, Qarabağın azad olması düzdür, dəngələri də dəyişdirir, amma əsas məsələ budur ki, İranda yaşayan, Güney Azərbaycanda yaşayan türklərə daha motivasyon verir. Səsin keyfiyyəti aşağı çalışıram ki, inşallah bundan daha çox səsin keyfiyyəti yuxarı olan. İran türklərinə daha qol-qənət verir, İrana qarşı mübarizələrini canlandırsınlar. İran bunu düşündüyündən başlayıb Ermənistana himayə etməyə. Orada İskab müşəklərini verdirir və bağışdan, yəni mənidə, amma qudurdur Ermənistanı, salır sivil toplumun canına. Azərbaycanda, həm elə Qarabağda və həm elə Azərbaycanın şəhərlərində. Yəni, İran hakimiyyəti bir zaman ki, dolayısıyla qorxunu hiss edəndə bu tavrı qoyur ortaya, sabah mənə Güney Azərbaycanlı duram öz ayağımda, azadlığımı istəyəm, istiqlalımı istəyəm, gör onda məndən sənin başına nə oyun gətirə bilər. Bu zamanında başlayıb o füzələri onların başına atır, sabah bizə xiyabanda bomba qoyar patladır, min qoyar patladır, tankın üstümüzə çıxar. Dolayısıyla, yəni bunların hamısını diqqətə aldığımızda,
Əsas sabahın aksiyası, boş verin Kuzey Azərbaycandan himayət, boş verin Qarabağın azadlığı. Əsas özümüzün savaşımızdır. Bizim ölüm dirimimizin savaşımızdır. Bizim azadlığımızın savaşıdır. Hörmətli Ayraç bəy, mən bu cür deyirəm, harada siz lazımdırsa girin ortaya. Ola bilər yəni. Yok buyurun. Zaten aynı fikirdeyiz. Fikirlerimiz birbiriyle örtüşür. Doğrudur. Buyurun siz devam edin. Yəni, bu çağırışla bilirsiniz Ayraç bəy, yəni siz də işin içində əsl qavmı bilirsiniz, tanıdırsınız ənənizdə. Çoxlu yoldaşlar dünəndən mesajlaşırlar ki, bəlkə bu çağırış bəlkə o qədər alınmadı, bəlkə qatılımcıların sayısı az oldu, bəlkə nə bilim, salamlar çox xoş gəlibsizlər xanım. Bəlkə yəni sayı az oldu aksiyacılarımızın. Nə edə bilərik? Doğrudur, bəzi parametrlər ortada var. Birincisi, bizim bir çox insanımız tutsaqdılar hələ. Öncülərimiz zindandadılar, qabaqçı Qarabağ aksiyalarında, bu doğrudur. İran hakimiyyəti getdikcə daha istəmir ki, burada aksiyalar daha gözə gəlsin və daha üzə çıxsın. Çünki hər bir Qarabağla bağlı Güney Azərbaycanda olan aksiya İranın başına bir daş salmaqdır və daha dünyanı bu vaqiyyətlə tanış etməkdir ki, Güney Azərbaycanda Türk milləti quzeydə olan qardaşlarına bazında arxa durur. Burada bir fərqli bir toplum yaşayır. Burada fərqli bir millət yaşayır. Bunların hamısını diqqət alaraq İran əlindən gələni eləyəcək ki, bunun qabağını alsın. Necə ki, dünəndən etibarən bir çox yoldaşlarımıza zəng açıblar, ataların götürüb aparıblar, sorğu-suala çəkdiriblər, özlərin çəkiblər ittilatı sorğu-suala ki, sabah amanı çıxmayın işi. Bunlar doğrudur. Bəli, qabağımızda olan vaqiyyət budur. Çətindir işimiz. Amma çətindir işimiz nə edəcək? Oturacaq yerimizdə. Çünki çətindir deyə gözləyəcək ki, başımıza hər oyun gəlsin. Doğrudur, həzinə fayda gərək olsun. Bəli. Baxaq görək bu işimizin faydası nə qədərdir, verdiyimiz həzinə nə qədərdir. Doğrudur. Ola bilsin, sabahda olan aksiyalarda həzinəmiz çox olar. Tutuqlananlarımızın sayı çox olar. Amma da zamanı da gəlibdir ki, artıq biz bu üzümüzdə hər zaman üzümüzə bastırılmış bu maskanı götürək, ataq qırağa. Bizə öyrədiblər ki, siz demokratik olun, siz barışçıl olun, siz yaxçı olun. Siz amandır ayrı yollara əl vurmayın. Siz elə mədəni danışın. Siz elə etirazı yazın, kətbi göndərin, residici olunar. Deyil. Elə bir zat deyil. Yəni, dünəndən gerçəkdən insan hansı sözü deyə biləcəyini tapa bilmir. O körpə uşağı ki, baxın, indi 24 saat keçib. Ağzını bozmaq istəmirəm ədəbiyyatımı. Hansı insan üstü adı üstündə olan mövcud İranın içində Farsları tutun, opozisyonu tutun, hər nəyəsi təsəvvür edin. Durub və bunu qınayıb. Sonra bizə deyirlər, mədəni olun, dinc olun, susun, danışmayın, amandır, bizə dolar. Ermənistan tərəfindən müşəyə atılıb Gəncədə evlərin ortasına. Və bu cəngi cinayət deyil ki, yəni bu heyvandan bağışlayın. Mən bu cür danışanda içəridə yoldaşlar təşkilatı özəlli üyələri deyirlər ki, amandır, siz azizi bozmayın, hüquqi danışmaq qarşında olana baxır. Sən qarşında olanla baxacaqsan, onun dilini ölçəcəksən, onun dilini danışacaqsan. Əgər bir körpə uşağı gecə saat 1-də sən muşaya atırsan, sınırdan çox uzaq yerlərdə, sınıra, yəni savaşa yaxın olmayan yerə və onu gecə ilə öldürürsən, sənin adın insan ola bilməz. Mən deyərəm, həqiqi şəxsim deyərəm, o heyvan da ola bilməz. YouTube-u açın, xeylə filmlərə baxın. YouTube kanallarında görürsünüz bir heyvan, bir aslan, bir qut, pişi, it, hər nə mənə. Bir dənə ayrısı cənəvərin, körpəsini görəndə ona saldırmır. Sən muşayı atırsan gecə ikən, o körpə uşaqları öldürürsən, sən heyvandan da azsan əskiysən. Və sən işi qıraqda durursan, dinmirsən. Səni Fars mediası, səni Kürd mediası, səni qeyri-Türk mediası, sən ki baxıb susursan, dinmirsən, sən onun yanında duransan mənə. Sən də elə aynı qədər canisən, sən də aynı qədər heyvansan mənə. Mən nə üçün gələcəyəm? Bundan sonra hey deyəcəyəm, qardaşlıq, vətəndaşlıq, həmvətənlik, susun, dinməyin, amandır, ayıb olar, pis olar. Getdi ayıb olar, pis olar. Nə qaldı ki? Nə qaldı ki? Sırf Türklüğü üçün İran gəlir, Ermənistana dəstəyi verir və dolayısıyla İranla işbirliyi aparır. İnsanlarımızı öldürür. Onunla mən nə mənə gələcəyəm danışam. Onunla mən nə mənəsin xahiş eləyəcəyəm. Nə mənə deyəcəyəm ki, amandır, çıxaq, məsələn, nə deyək, xahiş edirik, bağlayır. Bağışlayın, yəni mən biraz hissli olanda da insan söz əlindən çıxıb,
Ayş Bey, bu arada siz istəsəniz bir Türkiyənin mediasıyla bağlı balacansıqlığı verir. Yəni dünəndən olan olaylar necədir, dəstəkləyiblər, yayıblar, yayınlayıblar. Devam edək. Yoldaşlar da əgər hər bir kommentləri falanlar olsa, lütfen buyursunlar, desinlər, yazsınlar. Çox sağ olun bəy, təşəkkür edirəm vaxt verdiyiniz üçün. Bəy, səs var, səsim gəlir. Buyurun bəy, buyurun. Mən dün gecə bu olay olduğu anda sürekli bu Fars medyalarına dokundunuz. Sürekli o Fars medyalarına baktım. BBC olsun, İran International olsun veya başka bir şeyler. O saatlerde farklı milletlere, Afganistan'dan haber paylaşıldı. Başka ülkelerden haber paylaşıldı. Her yerden haber paylaşıldı. Ama yalnız ve yalnız sadece Azerbaycan'ın bu olaylarının haberi yok idi. Sabaha kadar ben bu saytları kontrol edelim, görün bir tepki verirler. Yok, görmedim. Ama bu neden bu saldırılar 2 ay bundan qabaq başlatılan saldırılardan bu güne kadar Türk medyaları saatlerce haber programlarında bu konuyla ilgili saatlerce haber yayırlar. Spikerler, hanım spikerler veya başkaları haberleri anlatırken o kadar içten anlatırlar, haberleri ağlayarak anlatırlar. Sanki gerçi tek milletiz biz ama farklı sınırlar içindeyiz. Ama sanki bunların öz torpaqlarına öyle bir saldırı olmuş, o kadar içten anlatırlar. Ama gel bir yol, dediğim gibi Fars medyaları sadece bugün BBC Fars'ta ben ilk gördüğümde böyle bir haber paylaşmıştır ki Azerbaycan'la Ermənistan arasında çatışmalarda birbirini həddələyərək, birbirini suslayarak savaş devam ettirirler. Ama orada ölen uşaqlardan, oradan hayatını itiren genç yaşlı veya yaşlılar fark eləməz. Hiçbirinden ilgili özel bir haber yayınlamadılar. Doğru. Halbuki necə deyim, söze geldiğinde ki gönderme bir yalandır bunlar dedikleri. Söze geldiğinde Azerbaycan torpaqlarını deyirlər, bura İranın torpaqlarıdır. İrana özünə geri dönməlidir. Belə bir sözler değil ama orada Azerbaycan torpaqlarında canlarını elden veren, şahit olan körpə balalarımız, kardeşlerimiz, bacılarımızı heç birinə ilgili bir necür diyeyim, bir yalan da olmuş olsa bir haber paylaşmalılar ki biz de ürəyimiz acıdı, yaralandık, belə olduq. Ama gel bu sefer Türkiye medyası belə Irak Türkmenli cephesinden yayılan haberler sanki onlara olmuş bu saldırılar. Doğrudur be. Doğrudur. Tamamen. Her defasında bunlar öz düşmançılıklarının şeyle belli edirlər. Veya necə anlatayım, İranın Ermenistan'a gönderdiği silahlara toxunmaq istəsəm, bu İranın yaptığı ilk gönderme değil. Xocalı Fazilən 30 il bundan qabaq da gıda yardımı, yemək yardımı adıyla əsləhə gönderdi Ermənistana. Gene Ermənistan Azərbaycanın sivillərinə, şəxslərinə belə acımasızca qətllər elədilər, canlarını aldılar, soyqırımlar elədilər. O zaman da dəstəklədi, bu zaman da dəstəklədi. Ne fark eləyibdir? O zaman bu kadar sosyal medya yoktu. Bu kadar herkesin de özüne göre bir haberini vardı. Herkes özüne göre bir medyadı. Herkes eleyebilir, gördüğünü paylaşır. O zaman gizlince gönderilirdi. Gizlince her şey görülürdü. Deseydin de böyle bir şey var. Çıkıp diyerdiler yalandı. Ama indi bu her şey açık ortadadır. İran'dan gönderilen silahlar, İran'dan gönderilen ne varsa İran'dan gönderilen o teröristler ki gönderilir Ermenistan'a, Yunanistan'dan, Suriye'den alınır, İran üzerinden gönderilir. Bunlar her şey ortadadır. Bunu artık dile getirmekten insan yorulması gerekir. İran'ın bu kadar düşmançılığı kökü hara bağlıdır, herkes için aydındır ama artık halk olarak, millet olarak dur demeliyiz buna. Bu kadar necə deyim? Haklısınız bey, buyurduklarınız kimindir? Siz buyurun bey. Araş bey, aziz Araş bey. Buyurduğunuz kimindir bey? Sözde kuvvet. Değerli yoldaşlar, yol birler, hemvatanlar, soydaşlar,
vətəndaşlar, hər nə adın qoyaq. Sabahla bağlı danışırıq. Lütfən fikirlərinizi burada bəyan edin. Lütfən ola bildiyi qədər bu canlı yayına yoldaşlarınızı çağırın. Çağırmasını da çağırmayın. Önəmlisi olan sabah keçiriləcək aksiyanı burada paylaşmaqdır. Xəbərin hamıya çatdırmaqdır. Biz də təşkilat olaraq, azı olaraq millətin qulluğunda varıq. Canımız, boynumuz qıldan incə içəridə yoldaşlar çıxacaqları eşiyə. Arif bəyə danışırdıq. Məsələ tamamilə ortadadır. Arif bəyə tezdən gəlsinlər. Məsələ tamamilə ortadadır. Fars mediasına gəldiyimdə dünən hörmətli Gülşən xanımla söhbət edir. Zülfiyə xanım Gülşənlə. Elə bu məsələyə bağlı baxa bilərsiniz. Xoş gördük. Bu məsələyə bağlı danışırıq. Orada da söhbət halındır ki, bilirsiniz, ən başda edən şüarlardan Rus, Fars, Erməni, Azərbaycan düşməni ya Kürt, Fars, Erməni, Azərbaycan düşməni. Bu şüar səslənəndə bir çox insan deyirlər ki, ağa bu ırqçılıqdır. Tamam qardaş, tamam bacı, bildik bu ırqçılıqdır. İndi bunu bildik daha yaxşı. İndi sən gəl bu dediyim suallara sən cavab ver. Ermənistanın qüvvəsi 30 ildir gedib işğal edibdir. Qondarma bir dövlət yaradı burada. O qədər durum vəhim və bərbadlı o qondarma yaratdığı dövləti Ermənistanın özü belə cürət eləmir qəbul edir. O dövləti heç kəs qəbul eləmir. O yalancı yaratıq bir dövləti. Güya Qarabağda, Artsaqda. Onu Ermənistan özü belə qəbul edə bilmir. O qədər vəhim. Yəni bunu dünya bilir, ictimaiyyət bilir. 30 ildə oraya işğal olub. İşğalın nəticəsində ölənlərimiz, şəhidlərimiz olub minlərcə, milyondan aşkın qaçqınımız var. 30 ildir da bu burada, yaxşı. Buna da deyək sən sustun. Dünən gecə, bir həftə, 2 həftədə sivilləri gülləliyir öldürür. Bu da bir ortada olan o varlıqdır da. İndi biləxərə baxın insanıq. Dünyanın hər bir köşəsində olan bir təzyiq bizi üzür. Burkina Faso'da bir dənə insanı tutub astılar, kəstələr. Hər birimiz onun şəklinə baxsaq, üzüləcək. Facebook olsa filan olsa bir dənə düyməli basıb like eləyəcək. Altında da yox, çox əsabımız xərab olsa, komment yazılacaq. Bu vəhşilikdir. Yəni bu insan budur. İnsan bunu deyər. Gözün dibində, mərziyin dibində, sınırın dibində insanlar qətlam olunur. İşğal altındadılar. Fars mediasını Arif bəy də budur. Mən dünən baxıram, Fars mediası dünəndən etibarən yazdığı budur. Hə, Ermənistan saldırdı Gəncəyə, öldürdü. Amma Azərbaycan da Xan kəndini vurdu, xeyli adam öldürdü. Yəni də bu şərəf yoxdur ki burada. Da bu sözün bitdiyi yer, yaxşı. Bu da deyək mediadır, pul alır. O da onu bildir. Sən ki mənə deyirsən, Rus, Fars, Erməni, Kürt, Fars, Erməni, Azərbaycan düşməni şüarını demə, bu ırqçılıq var. 30 ildir keçib. Kim durub bunun qabağında etiraza? Kim indi belə görüb etiraz edir? Qarabağ üçün millət çıxdı eşiyə, dünya başladı bizi danlamağa ki, siz nə üçün çıxıbsınız orada etiraza, aksiyaya? Sizə nə Qarabağda nə var? Əvəzin ki, daha da dəstək ola. Elə Farslar olsun, Kürtlər olsun. Bütün bizə qeyri-türk olanlar. Dursun bizə dəstək ki, sağ olun. Bu qədər özgür təzyiqə məruzsuz. İran altında olan bir rejimin adının altında yaşayırsınız. Gənə də eşq olsun, sağ olun. Durdunuz qardaşlarınıza, bacılarınıza orada dəstək olsun. Bunu demək ki, nə? Biz suçlanırıq ki, biz ırqçıyıq. Biz suçlanırıq, separatistiq, təzyiqlərik. Biz suçlanırıq ki, ırqçıyıq, türkçüyük. Nə bilim, pan-türkük, nə mənə? Ancaq zəhər dərdir. Bunları qoyanda bir-birinin yanına gələ buraya yetişir. Da pərdələr üzdən, hər zıtdan tökülüb, əziz yoldaşlar. Baxın, da bu xınal-xınalara bənzəmir. Bayaq ərz elədim xidmətçisə. Vaxtı İran, vaxtı Rusiya gəlirlər, Ermənistana yardım edirlər ki, Azərbaycanda olan türklər qırsınlar. Sabah mən Güney Azərbaycandakı, yəni onların coğrafiyası biz qədər geopolitik deyil. Biz dünyanın orada açarıyıq. Sabah mənlə sən ki, qarxacaq, deyək, haqqımız istəyirik bu xarabı qalmış İranda. Həman bu İran, boş verin qeyri-müstəqil. Daha şər olacaq. Deyəcək, mənim tamamiyyəti ərzimzad olur, dünya susun. Nə mənə muşək, bombası filanı var, apasıq, gözümüzün içində baxa-baxa başımıza yağdıracaq. Ona görə mənlə sən sabah çıxmasaq, mənlə sən biri gün çıxmasaq, mənlə sən boş ver çağırışı. Hər gün xiyabanda olmalıyıq. Bayaq yoldaşlarım danışırdım, zaten aksiyalar keçirmək tərzi dəyişilib. Lazım da deyil hamıya gəlsin çağırış verilsin. Elə 10 nəfər, 20 nəfərsiz filan xiyabanın ağzında yoldaşlarla toplandınız, başlayın hay salmağa, başlayın səs verməyə, başlayın şüar verməyə. Əmniyyəti qüvvəliyə qanvicə, motorçular gəlib sizi tapana qədər bir saat sürəcək. Şüarınızı verin, qalsın.
Qoyun şəhərin ayrı yerində də bu olaylar baş versin. Beləliklə, nə lazım olacaq siz tutuqlanasınız, nə lazım olacaq bir çağırış verilsin, işlərimizin hamısı qabağa gedəcək. Amma əsasında Araş bəylə söhbət edəcək. Yəni, sabah məsələmiz Nurduzun bağlanmasıdır. Ora gərək bağlanar. Doğrudur. Yəni, ora bağlanırsa havadan göndərirlər. Göndərir Suriyəyə, Suriyədən uçurdur aparır Yerevana direkt. Yəni, o işi görəcəklər. Amma bu daha çox bizə bir numad da daşıyır. Yəni, bizə bir numadın bir önəmi də vardır. Nurduzun bağlanması. Ya, ən azından bu istəkdə bizim bulunmağımız. Sözlərinizi və uzatmayın. Sözə və söhbət verim. Bu fasllardan zatlar dediniz. Biz keçən həftə 10 gün bundan qabaq bu cür Göteborgda, İsveçdə aksiya keçdi. Qarabağa dəstək olaraq. 100-ə yaxın insan yığışdıq şəhərin ortasında. 1000 musibət çəkdik biz izin alaq. Yəni polis izin vermirdi. Çünki ermənilər də araya danışdı. Elə toqquşma çıxar nəsə. 1000 zülüm şəxsi ilə biz izni aldıq. Getdik aksiya yerinə. 100 insan toplanmışıq, səs verək. Qabağımızda, yəni biz xiyabanın bu əlindəyik. Videolarını çəkdik. Qabağımızda düz xiyabanın o tərəfində 10 nəfər, 15 nəfər yığışmış aksiya keçirdi bizə qarşı. Kim idilər? Erməni idilər? Xeyr. Zambiyalı idilər? Xeyr. Rus idilər? Xeyr. Fars idilər. Şiri Xoşid bayraqlar əllərdə, Kürtcə plaklar böyürlərində, Farsça plaklar böyürlərində, solçular böyürlərində Leninin əksisindən durmuşlar 15 kişi bizə qarşı şüar verməyə. Yəni biz də Güneyi orada aparmamışdıq təmsil edə. Yəni Güneyzaq bayrağını da aparmamışdıq. Sadəcə Quzey Azərbaycan. Yəni onu belə tab gətirməmişdir faslar. Kürtlər və hamılıqsa birlikdə. Yəni istəyirəm buraya gətirəm satdım. Elə sizin söhbətlərinizə istiqamətində ki, yəni durumumuz belədir. Yəni Nurduzla bağlı çox bir istək vardı. Bəy. Bir dənə sizdən Arış bəy sual soruşum. Buyurun. Yəni təbii ki, içimizdə xeylə söhbət edirik. Bir də burada bir söhbəti açıq danışaq. İran Ermənistana kömək edir ya yox. Çünki bayaqdan bir söhbət, yəni dünəndən asılıb ki, İlham bəy Əliyev deyib ki, biz təşəkkür edirik İranına ki, silahlı kömək eləmir Ermənistana. İndi bunu çoxları da başlayıb ələm eləməyə ki, baxın da İlham bəy dedi də, siz nə deyirsiniz? İran kömək eləmir ki, Ermənistana. Və o üçün də elə sabahki aksiyası bağlanmıyor. Necədir durum? Görünən kəndə bələdçi lazım deyil. Hər şey açıq, gün ışığı kimi hər kəsə aydındır bu məsələ ki, İran necə yardım eləyir Ermənistana? Doğrudur. İran nələrlə yardım eləyir? İran saymaqla bitməz. Terörist savaşçısı desək yardım eləyir. Yemək desək, qıda desək yardım eləyir. Silah desək yardım eləyir. Siyasət baxımından hər zaman Ermənistanın yanında olubdur. Yadımızdan çıxmayıbdır. Paşinyanın Tehrana gəldi, o qədər çirkin olaylar heç yadımızdan çıxmayıbdır. Hər il bu qondarma erməni soyqırımını yadımızdan çıxmır. Hər sənə nə qədər Azərbaycan bayrağı yandırılır İranda, nə qədər Türkiyə bayrağı yandırılır. Amma mənim də şaşırdığım, beynimə sığdırmağa aciz qaldığım bir məsələ vardır ki, bu Azərbaycan Cumhuriyyəti, Türkiyə Cumhuriyyəti bu görüntüləri görürlər ki, Azərbaycan bayrağı yandırılır orada, Türkiyə bayrağı yandırılır orada. Nədən buna təpşir göstərmirlər? Nə vardı ki, belə bir şey? Valla və qəşəng sual. Yəni, bunu daha da atışmaq ola bilər. Əsas ilə məsələlərdən birisi bəlkə o ola bilər. Fərqli baxış açıları ola bilər. Yoldaşlar da istəsələr bu boyunu qatılıb yazada bilərlər. Mən elə bayaqdan araşdırdım. Dünən də baxırdım elə çoxlu təhlillərə. Siz buyurduğunuz kimi, bəy, görünən kəndə bələdçi lazımdır. Yəni, İranla Azərbaycan sınırları eynidir. Bir sınırdadırlar. Və bu qaydaları dəyişdirir. Bu, bütün dəngələri eləyə bilir, dəyişdirsin. İran və Rusiya və Ermənistan bilirlər, dəngələr dəyişilməsə, bu istiqamətdə gediriksə, Azərbaycan Qarabağı alacaq. Yəni, bu dəngələr dəyişilməsə, o səmtdə gedirik. O üçün də Ermənistan əlindən gələni edir, İran və Rusiyanın dəstəyi ilə ki, Türkiyə və Rusiya bu savaşa girsinlər. Çünki bunlar girdikdən sonra bu savaşın müadilələri dəyişilə bilər, Qarabağda qalan azad olunmamış torpaqların üstündə müzakirəyə gedə bilərlər. Ona görə Ermənistan əlindən gələn Allahın Nəxçıvanın dünən vurdu. Yəni, qarşı toplantısına, müahidəsinə rəğmən Nəxçıvanı belə vurdu. Direkt ki, Türkiyəni gətirsin oyuna. Direkt bütün şəhərlərimizi Quzey Azərbaycanda vurdurur ki, Azərbaycanı məcbur eləsin. Ermənistana saldırsın, dolayısıyla Rusiya girsin ortaya. Allahlarındandır. Və ondan dolayıdır ki, elə Rusiyada qidalandırır bu silahlarla ki, eləyə bildiyi qədər vursun
Və ayrıca İran da qıdalandırır ki, eləyə bildiyi qədər Ermənistan özünü ayaqda saxlatdırsın. Bəlkə ortada bir olay olsun, bu iki ölkədə girsinlər savaşa. Yəni yol bu istiqamətdədir. İndi İlham bəy Əliyevin iki yolu var. Ya gəlsin açıq desin ki, ay İran, niyə yəni sənədlər ortadadır da, burada danmaq yeri yoxdur ki. Yəni bu sənədlər ortada ola. Bütün Güney Azərbaycanda hamılıqsa millət bilir ki, Norduzdan nələr gedir. Yəni buna da göz önündə ola rəğmən. Ən zəlini doldurublar tankla, tüfəklə. Onlara rəğmən. Və havada buyur bəy. Bu top tüfək dünənəcək savaş başlamadan öncədən hara gedirdilər ki, bugündən bu savaş başladıktan sonra yolların dəyişdiriblər Azərbaycan sınırına doğru. Və ondan öncə niyə getmirdilər? Bu olaylar baş üz verdikdən sonra mı yadlarına düşdü ki, bunlar oraya gedəcəkdi? Bu, əgər Ermənistana göndərilmirsə, tabii ki, Ermənistana saldırmaq üçün göndərilmir. Burada Azərbaycan sınırlarını yerləşdirmək üçün qoymaq üçün oraya göndərilir. Əgər bir dediyiniz ki, buyurduğunuz kimi dəngələr dəyişilirsə, İranda öz iç üzünü, çirkin suratını ortaya çıxaracaqdır. Əgər bunu Ermənistana göndərmirsə ki, iddiası bu yöndədir, mən göndərmək istəmirəm Ermənistana, tabii ki, Azərbaycana doğru silahları doğrultmaq üçün göndərilir. Elədir. Təbii olaraq İran deməyəcək ki, mən göndərirəm. Yəni, nə Rusiya heç kəs deməyəcək göndərir. Çünki bu açıqca müdaxilədir savaşda. Bunlar bildikləri qədər gizlin saxlatdıracaqlar. Amma işlərini də görəcəklər. Yəni, üzdə gülürlər, biz Azərbaycanın yanındayıq, amma arxada işlərini görürlər və göndərirlər. Bunu istəyəm deyəm. Bu qədər sənəd ortada var. Yəni, hamımız bilirik ki, İran qıdalandırır. Rusiya qıdalandırır. Və bunlar ortada. Bu sənədlərin hamısına rəğmən, Güney Azərbaycan aksiyalar keçirdiyinə rəğmən, hamı bilir ki, Norduz gəlib bağlanır. Çünki buradan Ermənistan direkt vasitəsiz qıdalanır. Bunların hamısına rəğmən, bəxtə İran hələ də gəlir, deyir ki, yox, mən bu işi görmürəm. Deməli, İranın zəf nöqtəsi bunu boyuna qoymaqdadır. Yəni, bir zaman gəlirsə ki, İran rəsmi şəkildə qəbul eləyər ki, mən Ermənistan yanında dururam, bu İrana çoxa başa gələcək. İran da bilərək bundan qaçır. İndi İlham bəy Əliyev gəlib iki yolu var. Ya gəlsin desin ki, bu sənəd ortadadır, görünən kəndə beləçi lazım dərsiz demişkən. Sən kömək eləyirsən Ermənistana, yardımdasan. O halükarda İran əli açıq olur. İran indi mozey zərfdədir. İran gələk özün savuna və deyə ki, yəni mən kömək eləmirəm. Amma əgər Azərbaycan gəlsə desə ki, yox sən kömək eləyirsən, gələk konkret, direkt sənədlərin ortaya qoysun. Və ayrı sənədimiz yoxdur ki, sənəddə yəni də bunlardan da açıq bir sənəd yoxdur. Amma yəni bunlara rəğmən İran hələ boynunu almırsa, İran eləyə bilər, başlasın buna qarşı, Azərbaycanın bu açıq təpkisinə qarşı Azərbaycana izai fəaliyyətlərini çoxaltsın. Yəni iki iş görsün. Bir, Nardaran kimi Azərbaycanın öz üçün qarışdırsın, teröristləri ilə Azərbaycanın içində bombalandırsın, bomb qoysun, patlatsın. Ayrıca mərzdə bir dənə xumpayələrin birini bəhanə eləyib Azərbaycana başlayasın saldırmalı. Bunların hamısını öngörərək prezident İlham bəy Əliyev. İlham bəy Əliyevlə çoxumuzun müşkili var. Yəni demokrasi savaşı Azərbaycana davam etdirəcək. Bu ayrı məsələ. Yerində Azərbaycan demokratik usullardan, çərçivələrdən çox uzaq olan bir ölkədir. Yəni doğruya doğru yaxşı demək lazımdır. Bu halükarda o demokratik savaşı öpüb qoymuşuq qırağa. Çünki vətənimizin azadlığı uğrunda çalışırıq. İlham bəy Əliyev ya gələk onu deyək, ya da gələk çıxar deyək ki, İran, sağ ol, sən kömək eləmirsən. Bunun təpkisində İran məcburdur rəsmi şəkildə, necə ki, rəsmi şəkildə qəbul edirlər ki, bəli, düz deyirsiniz. Biz Ermənistana kömək eləmirik. Bu halda əgər sabah bir sənədi, bir olay, bir ittifaqı düşürsə, İran rəsmi şəkildə zəf mövzeyində olur. Bu bir tərəf, amma ondan önəmlisi Hikmət bəy Hacıyev, ya nə bilim, elə İlham bəyin özü. Digər danışıqlarında nə deyirlər? Biz bilirik Ermənistanda bu silahlar yoxdur. Biz bilirik kim bu silahları ürətir. Biz bilirik bu silahlar kim hansı ölkələrin əlinə gəlib Ermənistana satır. Yəni İran, mən bilirəm, mənə sən üzüyən baxa-baxa, mən bilirəm sən yalan deyirsən. Sən də bilirsən, mən bilirəm yalan deyirsən. Amma demokratik çərçivələri, diplomatik səviyyəni saxlatdırdığımız üçün üzdə beləyik. Amma sən yaxından, arxadan kömək edirsən, mən də bunu bilirəm. Bax, bu mesajları sənə verirəm. Çünki İran buna hazırlığı aparıb bəy. 13 oktobrda Rus online sitəsi, siz də gördünüz, gəldi, yazdı ki, İran Azərbaycanı vurdu topla tüfəklə. Bunu Bulten News-da yaydı. O bir mesaj. Bayaq görürəm Ruznamə-i Cavan. Ruznamə-i Cavan Sipahın direkt ruznaməsidir.
Mülaqat və Kəftarha adında mehrin 23-də yayıb bu məqaləni. Axırında zülm şahsı gəlib yetişib 2 dənə seçənək qoyub. Deyib İran bu işi görməlidir. 2 işi görməlidir. 1. Paygahlara direkt saldırmalıdır, Azərbaycan paygahlarına. 2. Başçıları terörləməlidir. Bunu Ruznamə-i Cavan açıq yazıbdır. Bunların hamısını qoyanda bir yana görsəniz İranın Allahındandır. Azərbaycan rəsmi şəkildə İranın qabağında dayansın və qarşı-qarşıya dursun. Ayrıca bu tutum bizim də çox nəfimizədir. Çünki indi İran müalicə zəfdə biz sıxırıq deyək, Nurduz gələk bağlanır. İran da boynunu almır ki, Nurduzdan silah göndərir. Məcburdur buna olumsuz, yəni olumsuz cavab versin. Deyəsən, düz deyirsiniz də, burada silah yox. Bəli, bu dəngələr dəyişilsə, açıq desə ki, mən kömək edirəm, o bizim də zərərimiz ola bilər. Yəni, savaşın daha açıq olmasıdır. Mən bunların hamısını bir-birinin yanına qoyanda düşünürəm ki, bəlkə bundan dolayı ki, hörmətli İlham Bəy Əliyev belə deyir. Ayrıca, yəni Amerika ilə Putin ilə Kore Şimalinin diplomatik danışıqları da var. Yəni Avropa ilə İran. Yəni bunlar üzdə belə, amma arxada ayrı köməkləri də var bir-birlərindən. Amma elə gözəl sualdır. Yəni bu yoldaşlara da bir sual olmuşdu. Ümidvaram ki, buna cavab verilmiş ola bilsin. Buyurun bəy, sizdə xas bir söhbət, davam edək. Biraz önce bu ırkçılığa dediniz, dokundunuz siz. Bu Rus, Fars, Ermeni veya Kürt, Fars, Ermeni. Bu hamısı düşün düşmanı. Hep. Bəy, necə olur ki biz bunu deyəndə ırkçılıq olur. Ama bu Fars sözde vatandaşlarımız, Kürt sözde vatandaşlarımız öz sosyal medyalarında, öz hesaplarından üzerinden Azərbaycanın qundaqda olan uşaqların əksini paylaşırlar. Çox gözəl oldu. Bunlar hər gün belə bir xəbərlərdən eşitsək şad oluruq biz. Və nəzir olur, onların ki, ırkçılığı olmur. Amma biz dediyimizdə ırkçılıq olur. Biz özümüz də qabıllanırıq bu belə dediklə. Dəfələrcə elə dedik, sizin buyurduğunuz kimi, bizim öz yaxın dostlarımızdan dedilər ki, belə bir şeyləri deməməmizlə. O zaman ırkçı adı daşıyırıq biz. Axı, hər kəsə var da bir mənə yox olur. Nə olur ki, biz ırkçılıqda hamı gerçəyi ortaya qoyuruq. Bunların düşmançılığını, bunların bu günə qədər elədiyi haqsızlıqları Azərbaycan xalqına, Türk xalqına göstərdikləri, onlara qarşı göstərdikləri iç üzləridir bu. Baxsaz indi Azərbaycan şəbəkələrində elə bizim öz Azov Instagram sayfamızın yorumlar qismına gəlirlər, yazırlar Kürdlər, Kürt tərəfdə, Kürt təmpatları, özlərin Azəri bilən Azərilər gəlirlər, nələr yazırlar. Çox yaxşı olur belə. Əslən, bir düşmanının belə bu şəkildə öldürülməsini üzülər. Tamam buyurduğun kimidir bəy, tamam buyurduğun. Amma nəzir olur ki, bu düşmançılığın qaynağı hardan, nə olubdur? Bu türklər İran-İraq savaşında hər zaman türklər qabaqda olublar və ya buna bənzər hər şeydə türklər ön səhvdə yer alıblar. Bunları qara gündən ağ günə gətirib çıxardan türklər, Azərbaycanlılar, amma söz sözə gəldiyində bizlərdən əzih millət yoxdur bunların gözündə. Bizlərdən nəzir anlatayım? Adam ağzını bozmaq istəmir eləsin burada üçün. Amma gerçəkdən belə bir olaylar var ki, millətdə də elə şəxsi məndə və ya hər kəsdə bu düşüncə yaranır. Nə inanmışıq bunlara? Bizim bu düşmançılıq nə? Hardan qaynaqlanır? Məsələn, bütün dünyaya apaçıq aydındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir. Hər kəs, işim yox məclisində, orasında, burasında bu Azərbaycanda törədilən soyqırımları qəbul olunubdur, olmayıbdır. Amma hər kəs bilir bu soyqırım var burada. Millət öldürülür, günahsızca millət öldürülübdür. Tamam, nizami qüvvələr bir-birinə çatışa bilər. Bu savaşdır, bu ola bilər. Hər iki tərəfdən də kayıplar ola bilər. Amma nəzir olur ki, bu İranda da tərəf özü bilir. Deyir, bura Qarabağ İslamın torpağıdır. Qarabağ İslamın bir parçasıdır. Fələstində getsələr, İran getsələr, hər gün yardımları, İranın
xalqının boğazından kəsirlər, Filistinə göndərirlər, yardım edirlər. Tamam, orada da müsəlman torpağıdır. Azərbaycan torpağı nə olur ki, deyirlər müsəlmandır, amma gəl bu qədər gedirlər erməninin yanında olurlar. Və ya İranın özündə türklər müsəlmandır, şiədirlər, gedirlər bütün insani haqlarını, eğitim haqqını və ya hər hansı bir şeyi İranda yaşayan sayısı 200 min, 300 minə aşmayan erməni xalqına tanıyırlar bu haqları. İndi ırqçı bizik, yoxsa onlar? Ya da bizi eğer bu konuda bir bilgisi olan, daha bizi aydınlatacaq, biz şəxsi mən gəlsin məni aydınlatsın, dediyinə də, dəlil mədrəşətçisinin dediyinə də inanmasam, nə desə o. Amma bu düşmançalığın bir qaynağı da yoxdur. Qulaqdan dolma bilgilərdən gəlirlər, bu qədər düşmançalığı şey eləyirlər. Gücümüzü bildiğinden dolayı be. Gücümüzü bildiğinden dolayıdır. Yani gücümüzü bildiğinden insan insana durduk yere bir şey eləməz. Mənə bir şey eləməsə mən onu gücümü göstərməmə gərək yoxdur ki. Bir yerde insan kimin adam hayatını yaşayabilir. Ama elimizde olan bu kadar dert de oradan geldi. Biz Türk milleti olarak hiç zaman saldırgan olmamışıq. Hiç zaman saldırgan olmamışıq. Ve her zaman saldırılara məruz qalmışıq. Her zaman soygulanlara məruz qalmışıq. Her zaman biz uduzmuşuq. Her zaman bizim torpağımız gedib. Her zaman bizim insanımız öldürülüb. Və sen buyurduğun kimi hiç zaman biz saldırmamışıq. Çünkü niye? Çünkü insancıl davranmışıq. Çünkü savaşta demişik, mən bundan savaşıram, böyürdə duran sivil ki düzdür bu topluma aittir, ondan işim olmayacaq. Ama bize karşı ne olur? Bize karşı bizle karşı gelip sıkıp cürət edip savaşan olmur, gedir sivillere saldırır. Savaş meydanında ürzəsi olunur, cürəti olunur, cürbüzəsi olunur, şərəfi ola bilmir. Çıxsın Türk ordusunun qabağını Qarabağda, gedir saldırır Gəncəyə. Bu bize de olur. Yani Kürtler tarafından Ciloluk faciəsindən tut, Sulduza gel. Biz həmişə bu Türk milleti olarak her zaman biz buna məruz qalmışıq. Niye? Çünkü insancıl davranmışıq. Ama da zamanı bəy bitib. Yani sözünü... Ama bəy bir məsələ var. Bu son zamanlarda çok qəşəng dilə gətirilir. Bütün milletler savaşın başlamasından korkar. Ama Türk milleti yalnız ve yalnız o millettir ki savaşın bitmesinden korkar. Savaş başladı. Türk çok dayanır. İçi temizdir. Her şey tamam olar. Bu da geçer der. Bu da geçer. Ama günü geldi. Bir şey oldu da ardını bırakmaz Türk. Savaşın bitmesine izin vermez. Ne kadar benim günahsız milletimin qanı axacaqdır. Ne kadar benim xalqımın, ne kadar benim vətəndaşım, ulusumun Arkadaş ben interneti fikirləm. İnternet... Elədir bəy, sözdə bəy qüvvət, sözü kəsdim, buyurun. Yani sözdə qüvvət demək istəyir. Buyurun, bu kadar. Yani tam bəy buyurduğun kimi. Bayaq da söhbət elədik. Biz keçmişə uzun mübahisələrimiz olub. Bunların çoxsu Instagram vasitəsilə paylaşılmıyor. Yani elə bu milli hərəkatın adın ki, milli hərəkat milli demokratikdir, nə bilim filan zatdır. Danışıq, qanunların düşməmişik və birbirimize düşman olmuşuq. Onlar bunu billə və cəsarət elib, amma biz onların qanun. Bu kommentlərə də bir baxıram. Benyamin bəy. Bəli, tamamen hörmətli Benyamin bəy, yəni oxucularımızla kamilən vurduğunuz kimi. Bizlər barışsız olmuşuq hər zaman. Susmuşuq, amandı. İnsanlıq çərçivəsindən çıxmayaq eşiyə. Amma əzizlər, bir gerçək var ortada. Cəngəldə, meşədə, meşə qanunu, meşə yasası hakimdir. Meşədə sən bir həddəcən deyə bilərsən ki, mənim qabağımda olan o yırtıcı, heyvan kimi davranan, heyvandan əski olan insan paltarını giyən birisi ilə mən bir zamana qədər dayana bilərəm. Amma da bir zaman keçəndən sonra mən də onun dili ilə danışmalıyam. Çünki mən də öldürəm axı. Qardaşlar, torpağımız getdi, varlığımız getdi, yeraltı qaynaqlarımız tapdalandı. Gözümüzün qabağında bizlə soydaş, vətəndaş, bir millət olaraq Qarabağda da o cür qətlam olunur, Gəncədə vururlar, milləti, körpə uşaqları öldürürlər. Da nə olacaqdır ki bizdə? Deyək ki, yox ha, da mən də istəmirəm. Ağa, mən pantürk demirsən mənə. Mən pantürkəm. Irqçı demirsən, ırqçıyam. Əslən, çox səfih adamam. Budur, vəli budur da bil. Sənin qabağında dayanmaq vaxtımız gəlib.
Sözyen bəy qüvvət. Adam ağzı bozdu. İtin quduran yerində bir nəfər haqsız da polis əli ilə Amerikada öldü. Haqsız da. Bunda söhbət yox. Bütün getdilər şəm yandırdılar şəhərlərdə. Olan o orada, onu sən görürsən, qulağın dibində dünən körpə uşağın ölməyini görmürsən, qız uşağı idi, dünən ölüb böyün doğum günüydü. Qız uşağı ölüb, dədə, nənə, bacı hamısı ölüb, tək-təkini yetim qal. Sən kör, onu görə bilirsən o itin quduran yerində. Gözün dibinin qırağında bunu görə bilmirsən. İtin quduran yerində bomba olanda zərblər, suvarilər, filanlar olur. Türkiyədə bomba olanda bir adam ağzını bozmaq, bir filan şeylərin səsi çıxmır. Qarabağı görüb səsini çıxmır, mənə gəlir saldırır ki, sən niyə çıxdın xiyabana etiraz elədin? Get çörək üçün. Ağa, mən çörək üçün çıxmıram, sən çıx da eşiyə. Və bu xiddəhliyibsiz, niyə və bizi? Oturub tərəf evində, səsi çıxmır. 4-5 gündən bir şahzadə belə, Rüb Pəhləvi belə, Nim Pəhləvi belə, onları yayır. İşində də, gücündə də var. Söz-sözün gələndə eynəyə dağır, roşan fikir, doyuşan fikir olur, deyir, Azərbaycan filan şüdələr niyə çıxmırlar eşiyə? Baxın, onlar fəqət düşünürlər torpağa filan. Qardaş, sən çıx da. Sən demirsən yaxdırsan, sən buyur, bismillah, çıx qabağa, qoy, mən pis adam olam. Qoy, öz dərdimə yanam. Əgər adamsan ki, deyirsən, çün görürsən bu faciəyə, susursan heç, Azərbaycan milləti çıxır eşiyə, deyək ki, qardaş, biz sustuq, susmuruq bunun qabağında, bizim əleyhimizə olur. Bizə deyir, siz də susun. Qoyun, insanlar ölsün. Elə olursa, bayaq özümdən düşündüm, ay bəsici, Cənab-ı Sipahi, Cənab-ı İrana qulluq edən hər nəsən, bu vaqiyyət ortada. Ağa demir, əsən İran deyək, Ermənistana kömək eləmir. Siz deyən. İran Ermənistana kömək eləmir, biz yanlış yerdəyik da. Filistinə kömək eləyə bilirsiniz, açıq. Gündə ruzu qoçsuzda ildə. Pişi askıranda da hamını çıxır eşək, Quds belə, Filistin belə. Amma o Filistinə şey eləyə bilirsiniz, yaxşı. Suriyədəki hərəmlərin difa eləmək filan, Əraqda belə, Ərbəyəni açırsınız, milyon, müsəlman adına belə edirsiniz da. Elə dəyi, Sipahi, elə dəyi, Bəsici, belədir da, İran belə edir. Burada qulağın dibindədir bu. Qulağın dibindədir. Xeyr ola, sən də çıx deyirən, mən Sipahiyəm, sən nizama inanıram, sən Filistinə demirsən, çıxaq xiyabana, yaxçı da Filistin bayraqlarını dolandıraq, bir dənə də aksiya qoy Qarabağdan himayəçisində. Bəy, Qarabağ üçün çıxanları tutuqlayırlar. Tutuqlayırlar. Əgər sən yalancıl deyirsən, əgər sən doğrusan, Qarabağa bir aksiya qoy. İstəmədik Araratı yığışdırmaq, ya sən böyüdüğün kimi gəlib atsaq, zəhərə qalmış o bayrağı orada asmağın. Tamam, sən onu da aç. Amma izin ver, bizlər aksiyamızı keçirək də. Mən müsəlman deyil, burada ölür. Yəni, bəy, o qədər ortadadır, hər zat o qədər ortada. Yəni, bunun heç bir tərəfi yox. Fəqət, çox da uzatmır. Yəni, live istəmən çox da uzunlar. Fəqət o sipahilərə, bax, səbtlər tarix. Sipahidir, bəsicidir. Baxın, bu rejimə qulluq eləyən. Siz iki halı var. Yığıl buramıza gəldi. Gərsəkdən də buramıza gəldi. Bax, iki yolu var. İran da durumu ortadadır. Bu gerçək patlayacaq bu rejim. Səni sipahi, səni ərteşi, səni bəsici, bu rejimə qulluq edən iki halı var. Ya bunları görürsən, huş eləyirsən, susursan, ya da yox görmürsən, körsən. Bağışlar mən belə danışıram. Mən o kör olmaq variantını qoyuram qırağa. Çünki kör olsan, huşun kəsməsə, gelib orada pul yeməyi də huşun kəsməz. Pul oğurlamağı da huşun kəsməz. Millətin başına da deyərlər, oyun gətirməyi də huşun kəsməz. Bəs sən görürsən və özün körluğa vurursan. Uzun sözün qısası. Sabah da bir zaman rejim çarxalandı, qapı fırlandı ayrı səmtə. Güz düşdü bu tərəfin əlinə. Sən də özün bəs hazırlacla. Onda mən də sənin əleyhiyən silahlar çövürüləndə, onda mən də özümü körluğa vuracağım. İntizarın olmasın. Mən də o zaman deyəm, amandır, barışsın olaq. Nə qələt elədilər, elədilər. Elə bir zadımız yoxdur. Mən ağzımı bozuram. Niyə? Həyə. Çünki biri girib evimə, silahı tutub mənim ailəmin üstünə öldürür. Neyniyəcəm? Deyəcəm ki, oturun bizim qabağında danışaq bir-birimizlə. Ya neyniyəcəm? Nahar pişirəcəm ki, hələ bir nahar bir qəzamı da ondan sonra bizi öldürür. Bundan artıq da nə eləyə biləcəyəm ki? Elə budur. Bağışlarla belə danışıram. Sabahın aksiyasına gəldiyimizdə, əziz bəylər, əziz xanımlar, sabahın aksiyası bizim aksiyamızdır. Sabahın aksiyası Qarabağ deyil. Bizim gələcəkdə başımıza gələn aksiyaların, gələn olayları ön görüb, indidən özümüzün başımıza bir çarə qılmaqdır. Sabah biz ayağa qalxmısaq,
Deməsək ki, burada bir millət yaşayır ki, öldürülməyinə qarşı isyana gəlir, ayağa qalxır, sabah başımıza hər oyun gələcəkdir. Sabah ola bilər əmniyyəti qüvvələri törsünlər, başarısız olsun. Önəm bizim niyyətimiz ortaya atılan addımımızdır. Sabah olmaz, biri gün çıxarıq. Biri gün olmaz, cümə çıxarıq. Cümə olmaz, şənbə çıxarıq. Gedər, davam etdirək. Önəmlisi, bu məfşurəni beynimizdə, bu fikir beynimizə yeritməyimiz yaşatdığımızdır. Da pərdələr tökülüb. Hər zat ortada. Da bu xına-xınalara bənzəmir. Da hər zat ortadadır. Yəni da bundan çox başımıza bir olay gələ bilməyəcəkdir. Gələcək olay bu ola biləcək ki, biz aksiyalarımızı keçirdiyində İran rejimi bizim başımıza bomb salsın. Gələcək olay budur. Onu önləyib indidən yola çıxmamız vacib və gərəkir. Nurduzun bağlanmasını tələbi ilə ortaya çıxmalıyıq. Bağışla beni. Buyur bəy, sən demən. Gerçəkdən, mən fikrim qıpqırmızı olmuşum. Yəni gerçəkdən insan... Belə bir məsələ var, bəy, sabahlarımızda bu qatılım olacaqdır. Az, çox, amma bu olacaqdır. Amma biz sizin buyurduğunuz kimi bunun ardını bırakmamalıyıq. Biz ki bu bəyaniyə verilir eşiyə, İran rejimi bu qarşı muzdurlarını tökür xiyabanlara, yollara. Bunun özü bir qazanc ola bilər. İranın üzünü, İranın arxa planda yürütdüyü siyasətləri Türkiyə Cumhuriyyətinə, Azərbaycan Cumhuriyyətinə bunların ortaya çıxa bilər ki, bunlar bir sadə bir etiraz üçün bu qədər silahlı, bu qədər muzdur töküblər bu xalqın qarşısına. Demək ki, bu İranda bir şey vardır ki, səsi yayılmaq istəmir, mərzini bağlamaq istəmir. Amma təbii ki, sabah tutulanlar olacaqdır. Bu da çox üzücüdür. Amma bir məsələ var, bu tutulanları və ayrı bir məsələyə mən toxunmaq istəyirəm. Tutulmaları bəlkə eləyə bilək, azaldaq. O da bu cür ola bilər ki, bu İran rejimi hər türlü casusluğu eləyir, hər yolunu bilir. Ən önəmli casusu da hər kəsin cebinə qoyubdur telefonu. Hər kəsin telefonu hər tərəfdə kontrol olunur. Bunu məsələn, aksiyalar qutulduqdan sonra hər kəsi tək-tək gəlib üzündən film götürmürlər ki, aksiyalar bitdikdən sonra getsinlər, bunu evindən götürürlər, aparırlar. Təbii ki, bunlar İran kontrol edir. Bu saatdə, bu tarixdə kim vardı bu aksiyalar keçirilən bölgədə? O sənin cebindəki casus sənin bilgilərini, ittilatını İran rejiminə göndərir. Bunu rahatlıqla ya evdə buraxaq, ya da ki, film götürmək üçün istəyirsiniz yanınızda olsun. Ən azından uçaq moduna alın ki, heç bir türlü kontrol olunmasın. İnternetinizi bağlayın, konumlarınızı bağlayın, uçaq moduna alın. Və ya onları eləyə bilmirsiniz, sosial medyalardakı şəbəkələrdə ki, hesablarınızdan çıxış yapın. Silin, tamam. Bəlkə internet detayı işlənəcəkdir, biraz sizin üçün sorun da olacaqdır. Amma bu şeyləri biz, xəzinələri daha azaltma şansımız vardır. Daha az səviyyəyə indirmə şansımız vardır. İnşallah ki, heç tutulanımız olmalıdır. Orada hər kəs tutunsa, mənim qardaşımdır, mənim bacımdır, mənim ailəmin bir üyəsidir. Siz də üzülməsəm, sizdən az üzülmürəm. Belə bir şeylərlə biz əmniyyətimizi düşünərək hərəkət eləsək, daha az xəzinə veririk. Daha az zərbə dəyər bilən bizə. Mən son sözümü bunu deyə bilirəm ki, tamamən buyurduğunuz kimi yardımı bir-birimizə dəstək olaq. Elədir bəy, çox gözəl bəy işlə işarə elədiniz. Elə bu əmniyyət məsələsi, özəllə bu cihazlarda, uygulama cihazlarında çox gözəl məsələ. Yəni bu özəllə o air qoyduğumuzda siz buyurduğunuz kimi o təmas bərqərar olma, yəni bilmirlər ki, kim haradadır. Çox gözəl bir məsələ idi. Və bəy sözdə qüvvət bayaqda danışdıq. Yəni bu aksiyaların, yoldaşına deyilən niyə aksiya deyirsiniz? Təcəmmü, təzahürat, etiraz, hər nə vaxt, söhbət kəlmə önəmli deyil, əziz yoldaş. Sən hər nə xoşun gəldi, əsas niyyət, əsas ortaya gəlməkdir. Sən əslən
türksən, assimilasyona məruz qalıbsan, farsça danışırsan, yenə də gözümüzün üstündə yeri var. Əsas vətən üçün hansı dildə danışırsan danış. Vətən, Güney Azərbaycan, bütün Azərbaycan üçün ortaya gəlmək. Etiraz. Bundan bağlı mən sənə görə etiraz deyirəm. Və bu sözdə qüvvət. Bayaq da danışdıq, aksiyalar indi klassik şəkildə çağırış verilir, yerlər təyin olunur, millət gedir oraya və aksiya başlanır. Təbii olaraq bunu rejim də qarşılayır, gəlir orada öncədən öz silahlı qüvvələrini qoyur oraya və bu aksiyaların başlanmağını önləyir, qoymur olsun. Bunun cavabında son vaxtlar bütün dünyada belə olur. Aksiyalar metodu fərqli olur. Yəni belə olur, mütəmərkiz, fassası bezəndərri, öz dediyimiz vurqaç. Yəni siz yola çıxıb gedirsiniz aksiya səmtinə, gözməyin gedib yetirəsiniz aksiyanı, orada başlayasınız. Harada müsaitdirsə elə orada aksiyayızı başlayın. 10 nəfər, 5 nəfər önəmi yoxdur. Əsas aksiyanı başlamaq. Çünki əmniyyəti qüvvələr, əmniyyətin yurlarda işləyənlər bunu bilirlər. Hər bir yerdə bir balaca təzəmmü olursa belə alert gedir. Və o alertin nəticəsində oraya əmniyyəti qüvvələr gedib oranı yoxlamalıdırlar. Beləliklə, siz, misal üçün çağırış verilir, rastda kütlədə təzahürə keçiriləcək Təbrizdə. Sən Abırsanda, ya sən Şəhnazda, ya sən Vəliyəsdə, harada çıxıb 10 nəfəri aksiyayın başlayırsan, o rastda kütlədə olan nirudan azalacaq. Çünki o gərək geçsin, oranı yoxlasın. O oraya gələnə qədər sən aksiyon edibsən, filmin çəkibsən, milləti tanış edibsən, qonuyla, özün qaçıbsan, tutuqlanmayıbsan. Və daha da ayrıca müsaidə yaradıbsan, fürsət yaradıbsan, əsli yerdə aksiya keçirməyə. Ona yoldaşlar bunu diqqətə alın. Bundan sonradakı aksiyalarda illa lazım deyil təcəmmü yerində yığışasın. Elə öz küçəyizin başında belə yığışıb təcəmmüzə başlasaz, o elə düşmənə böyük bir zərbədir. Sözü yaxınlaşdıq. Bu yoldaşların biri də yazmışdı burada kommentlərdə ki, Rusiya Azərbaycana direkt həmlə eləməz. Benyamin adında bir yoldaşımız idi. Bəli, siz buyurduğunuz kimidir. Rusiya və İran direkt Azərbaycanla savaşa girişməzlər. Məyərinki də dəngələr dəyişilər. Və istəməzlər deyir. Allahlarındandır ki, belə bir olay yaransın və Azərbaycana bircə həmləyə girsinlər. Amma hərarlıq dəngələr elə şəraitdə deyil ki, direkt girsinlər ortaya. Rusiya bunu görən adamdır. Keçmişdə 20 yanvarı kimlər attı? Yəni, bunlar tariximizdə olan olaylardırlar. Rusiya ittifaqən əz-qəza Türkün, Azərbaycan Türkünün özəlliklə böyük bir düşmanıdır. Əri gəldiği zaman gəlib Ermənistanı kim güvətdir? Xandana müzətməyib ki, Ermənistan kimin əlinə vurulur? Naxçıvan kimin əlindən iki parçalanıbdır? Yəni, bunlar Rusun əlindəndir. Amma indi əlin bəli, təbii olaraq birbaşa girmək istəmir və zəmin və şəraitin yaratmaq istəyir ki, girsin ortaya. Siz bəy çox gözəl bir nüştəylə dediniz. Bizim bu aksiyalarımız Azərbaycan və Türkiyə çox böyük bir mesajdır. İran bu cür ayaqda durmayacaq. Bir zaman bu İran çarxalanacaqdır. O çarxalandığı zaman bizə, necə indi Türkiyə Azərbaycana bu cür igidcəsini durub, arxasında durub, Azərbaycan indi kimin gücünə eləyə bilir? Bu cür arxasını bərk hiss edib girsin ortaya, Türkiyənin gücünədir. Türkiyə niyə bunu hiss edə bilir? Çünki deyir, Azərbaycanda millət olaraq və dövlət olaraq Türkiyəyə bu istək var. Bu Türkiyə və Azərbaycan bunlar bizi də rəsəd edirlər. Heç belə ittifaqı deyək ki, İlham Əliyev düzdür gəldi. Mən İran səndən mütəşəkkirəm. Vəli İlham Əliyevin ədəbiyyatına baxdığımızda İrana qarşı çox sərt və çox ciddilik var. Türkiyənin ədəbiyyatına diqqət elədiyimizdə son zamanlarda İrana qarşı çox sərtlik və çox ciddilik var. Bu bizlərin, içəridə olan millətimizin tutumu və aksiyalarından dolayıdır. Yəni onlar bu iki dövlətə mesajı verirlər ki, burada olan millət bizim arxamızdadır. Sabah da bir olay olursa əgər, onda bu millət bizə sahib çıxacaq. Bir zaman İran başladı parçalanmağa, İran başladı Güney Azərbaycana hücuma keçməyə. Mənə Türkiyə İranın gəlib Güney Azərbaycan arxasında dura bilər. Yəni bunu da çox diqqətə almalıyıq. Siz buyurduğunuz kimi. Bizim bir dəqiqə yarım fikrim canlı yayımımızdan qalıb. Bunu elə bilək bağlayaq, yenidən gələk. Yoxsa elə burada xudafizləşəmən. Necə düşünürsünüz belə fikrim? Bir dəfə bunu bağlayaq, açaq, yoldaşların sual söhbəti olsa onu davam etdirək. Yoxsa da ki, elə gedək. Bir səhv suallar da gəlib, bunları da böyle təhlil edib danışaq. Əziz hörmətli yoldaşlarımız, çox sağ olun dinlədiyiniz üçün. İndiyə qədər Arif bəy Türkiyə təmsilçimizlə birgə idik. Qət edirik və sonra yenidən dərhal açırıq otağımızı. Çox sağ olun. Neçə saniyə. Çox sağ olun. Sağ olun. Sağ olun.
Təkrar salamlar əziz və hörmətli yoldaşlar. Çox xoş gəldiniz. Bu axşam Oxusu Qrup, yəni 1 saat vaxtımız doldu. Səmlər bəy xoş gördük. 1 saat vaxt doldu. Bunun üçün bağlamaq zorunda qaldıq. Təkrar xoş gəldiniz. Sağ olun, niyə qədər bizlə bərabər olduğunuz üçün çox sağ olun. Qoyduğunuz kommentlər üçün, sorduğunuz suallar üçün çox sağ olasınız bircə olduğunuz üçün. Minnətdarıq bizim səsimiz olub, səsi paylaşdığınız üçün, yoldaşları buraya çağırdığınız üçün, canlı yayında bircə olduğumuz. Sabah inşallah akşam sağı güzel haberler bizi gözler. İnşallah güzel bir aksiya keçirəcək. Hər halda gözəldir. Yəni hər halda biz başarmışıq və qazanmışıq və davam etdiriləcəkdir. Hörmətli Arif bəy, siz buyurun. Yəni əgər xas bir söhbət yoxsa, yoldaşlar, əgər xas bir sorğu sualları yoxdursa, elə canlı yayımı yavaş-yavaş bitirək və inşallah güzel xəbərlərlə sabah yenə də bircə millətimizlə bərabər olaq. Əgər yoldaşlar bu arada bir iki dəqiqəlik xas bir söhbət, xas bir çıxış eləyən, xas bir fikrin bildirən varsa buyursunlar, yoxsa ki vidalaşaq. Buyurun Aliş bəy. Mən də bəy çox təşəkkür edirəm bu yayın üçün. Bütün qatılanlardan, hər tək-təkindən təşəkkürümü bildirirəm. İnşallah sabahlarımızda qəşəng xəbərlərimiz olacaqdır. Gözəl bir sonuç almaq umuram. İnşallah xalqımıza güvənərək. Son söz bunu demək istəyirəm. Bir olaq, diri olaq. Sözümüzü dünyaya çatdıraq. Biz hamımız qardaşıq, bir-birimizə dayaq durmalıyıq. Əgər biz birləşə bilərsək, dünya bizim gücümüzün qabağında dura bilməz. Sağ olun. Məndən bu qədər. Mən canlı yayından ayrılayım. Bəlkə başqa dostlarımız yayına qatılmaq istəyirsə, onlara da vaxt buyurduğunuz kimi şey olsun. Tamam, bir haqdan. Çox sağ olasın. Yaşayın qatıldığınız üçün minnətdaram da sizdən. Çox sağ olasın. Çox sağ olun. Hər kəsə əsənliklər, axşamınız xeyir olsun. Təşəkkürlər. Hörmətli Arif bəy, Azov qrupunun Türkiyə təmsilçiləri, əziz yoldaşlar, çox sağ olun. İndiyə qədər bizdən olduğunuz. Konumuz ortadaydı, danışdıq və bitirdik. İnşallah sabah gözəl xəbərlərlə, Füzulinin azadlıq xəbərini böyün dinlədik. İnşallah sabah başqa yerlərimizin azadlığı ilə bircə şəhərlərimizdə, Azərbaycanın bir çox şəhərində aksiyalarının keçirilmiş xəbərini dinləyək. Amma ola bilər də əmniyyəti qüvvələr o qədər açıq gəlsinlər ortaya ki, bu baş tapmasın. Ama bu baş tapmamaq bizim zəifimiz, gücsüzlüyümüz deyil. Zaten hərifimiz çox qəddar, insanlıqdan kilometrlər uzaq bir hakimiyyətdir. Önəmli olan bizim yola çıxmağımızdır. Sonra dəvət eləmişsiniz. Niyə qoyun qazın həmədən elə şikayət biz famsın, hələ şikayət onlara görə danışıb, qəstəşənməyə dəvət eləmişsiniz. Niyə ki yox, əziz yoldaş, əziz hörmətli, adını oxuya bilmədim. Əlbəttə ki, onların da dəstəkləri hər zaman gözümüzün üstündə vardı. İttifaqən sizin sözdə qüvvət, Fitilə olaylarında 1390 səhv eləməsəm 94-95 ilə ola bilər orta. Fitilə olaylarında ən başda gedən qürur verici məsələ Qaşqay türklərinin Şirazda Ustan dairəsinin qabağında aksiya keçirmələri idi. İndiyə qədər görünməyən bir olaydı. Qaşqay türkləri Şirazda aksiya keçirmələri idi. Yəni, əlbəttə ki, bütün biz gücümüzü toplamasaq, birbirimizə arxa durmasaq, təbii olaraq qabağa getməyəcək. Yəni, Qarabağla bağlı, əziz yoldaş, siz lütfən Insta səhifəmizi açın, gedin lap aşağı, neçə həftə bundan öncəyə Qaşqay türkləri tərəfindən nə qədər bildiri gəldi. Xurasan Afşar türkləri tərəfindən nə qədər bildiri gəldi Qarabağla bağlı, Qarabağa dəstək olaraq və Azərbaycan türklərinə dəstək olaraq. Necə ki, Azərbaycan türkləri də hər zaman Afşar türklərimizə, Xurasan türklərimizə, Qaşqay türklərimizə, başqa hər bir yerdə yaşayan türklərə dəstəklərini ortaya qoymuşlar. Necə ki, bu aksiyaların çağırışlarında belə yazılır. Düzdür, 4-5 dənə şəhər adı gəlib qeydə alınıbdır. Amma əsas budur. Bütün şəhərlərdə yaşayan türk bu savaşa görə ortaya gəlməlidir. Qaşqay türkü olsun, hara türkü olsun, fərq eləməsin. Və sağ olsunlar, gərsəkdən də elə Qaşqay türkləri, Afşar türkləri, Tehranda yaşayan türklər. Keçən olaylarla bağlı Tehranda az kiçik aksiya keçirildi. Məyə Qumda az aksiya keçirildi. Məyə Həmədanda başqa şəhərlərdə az aksiya keçirildi. Yəni, bütün Güney Azərbaycan və hətta Güney Azərbaycandan biraz uzaqda düşən digər türklər, İranda yaşayan türklər hər zaman dəstəklərini saxlayıblar və əsirgəməyiblər. Amma sözdə qüvvət təbii sizin buyurduğunuz kimi olacaqdır və zaten elə o doğrultuda da işlərimizin hamısı
siz fəqət 5 ustanı yox, elə deyil əziz qardaş. Elə deyil əziz qardaş. Ya bazı bilmirəm, amma elə deyil. Biz fəqət 5 ustanı çağırmamışıq. Siz bütün çağırışlara baxın. Orada 4-5 dənə şəhərin adı gedir. Amma o demək deyil ki, sadəcə oradan istəyirik. Nə zaman belə olubdu ki? Məyər Xurda dolaylarında 1385-də çağırış verdi Təbriz şəhərinə, sonra deyildi ki, aman da başqa şəhərlər çıxmayın işə. Elə bir zat yox idi ki. Yəni o nümadin şəkildə, yoxsa biz bütün şəhərləri bir dənə 4-5 nəfərlik bir zat çıxardan var ki, filan şəhərdə, filan şəhərdə. Nümadin halətdə orada yazılır və onun da səbəbləri var. Çoxsunu adam burada aça bilmir. Yəni yazılmayan şəhərlərdən o əmniyyəti gücü almaq, yazılmayan bağışlayan şəhərlərə əmniyyəti qüvvələrini daha çox fokus eləməməyi, onlardan əmniyyəti yükü götürmək. Yəni bu səbəblər vardır ki, yazılmayıb, amma yəni yoldaşların yazdıqları kimi onları da hamısı qeydə alınıb və listəyə verilibdir. Uzun sözün qısası. Gün gələcək o bayraq görürsünüz, o Qarabağdan asılacaq bütün şəhərlərində. Bu bir tarixin dönə bilməyəcək bir qərarıdır. Amma o istiqamətdə biz Güney Azərbaycan türklərinin nə etməsi də tarixdə qeydə alınacaqdır. O da bozqurd işarətidir, görürsünüz bayrağımız rəngində. O bozqurd işarəti də bütün Güneyin şəhərlərində tutulacaqdır bayraqlarımızla birgə. Amma bu istiqamətdə, bu yolda bizlər nə etdiyimiz də tarixdə yazılıb qeydə alınacaq. Tarix yazacaq. Biz də Fars mediası, Farsa mənsub olan media ilə Farsla, biz də Kürd mediası, Kürdə mənsub olan ilə Kürdlə, biz də Erməni mediası, Erməniyə mənsub olan media ilə və elə Erməni ilə onlara tay olub susduq. Yoxsa şərəfimizlə çıxdıq ortaya, ya tutulduq, ya tutuqlandıq, ya hər nə. Çıxdıq ortaya, susmadıq bu zülmə, susmadıq bu işğala, susmadıq gələcəyimizin qara günə çevrilməsinə. Sabahdan etibarən bunlar başlanılır. Və əziz yoldaşlar, qabaqçı, yəni bir saat öncə danışdığımız videolarda var. Bir dəfə də orada təkrar qulluğunuza ərz edirəm, gedib baxa da bilərsiniz. Klasik çağırışlardan indi artıq biraz uzaqlaşmalıyıq. Yəni doğrudur, çağırışlar verilir, filan şəhərdə, filan yerdə meydanda yığışacaq. Ancaq önəmli deyil ki, siz gedib illa orada başlayasınız. Siz şəhərin hər bir yerində aksiyaza başladığınızda həm əmniyyəti qüvvələr sizə gəlib çatmağın zamanı çoxdur. O zamana qədər aksiyaza başlaya bilərsiniz və həm əsli təzəmmür yerindən əmniyyəti nüvləri daha da oradan azaldırsınız. Ona görə gözləməyin gedəsiniz, yetişəsiniz o meydanlara, orada başlayasınız. Harada eləyə bildiyiniz qədər aksiyalarınızı başlayın və vətən üçün yola çıxaq birlikdə inşallah. Sözü uzatmadan, inşallah sabah gözəl xəbərlərimizlə birgə olacaq. İnşallah çox gözəl xəbərlərlə vətən azadlığı ilə və vətənin işğaldan qurtulmuş quzey bölümümüz və güneyində inşallah işğaldan qurtulmaq zamanı bircə qutlayacaq. Sağ olun bizlə olduğunuz üçün, sağ olun bizi paylaşdığınız üçün. Kommentlərdə əgər bir söz-söhbət var idi, mən görmədim, cavab verə bilmədim, məni üzrlə hesab edin, bağışlarsınız. İnşallah gələn verilişlərimizə qədər qulluğunuzda olacaq inşallah. Allahın əmanında, Allahın pənahında inşallah sabah gözəl xəbərlərlə birgə qabağa gedərik. Sağ olun, var olun, hər vaxtınız xeyirli olsun. Sağ olun.